Bugünkü mövzumuz vaginoplastika haqqındadır. Vaginoplastika adından bəlli olduğu kimi vaginanın plastikasıdır. Amma burada əsas məqsəd uşaqlıq yolunun sallanmasını bərpa etməkdir. Vaginoplastika o xanımlara icra olunur ki, o xanımların çox saylı ağır keçən travmatik doğuşlar olmuş və ya abort sayının çox olması zamanla pasientlərdə uşaqlıq yolunun və uşaqlığın sallanmasına səbəb olur. Bu kimi hallarda biz pasientlərə ön-arxa divarının koreografiyasını edərək uşaqlıq yolunun ön-arxa divarının sallanmasını bərpa edirik. Bununla yanaşı, əməliyyat sırası pasientin istəyini nəzərə alaraq maksimum darlığı təmin etmək üçün levotroplastika əməliyyatı ilə vaginanı maksimum darlaşdırırıq. Əlavə olaraq, perineoplastika əməliyyatı ilə doğuşdan qalmış çapıq sahəsini soyub çıxararaq, kosmetik tikiş qoyaraq aralığı tam bərpa etmiş oluruq. Əziz xanımlar, vaginoplastika əməliyyatı sizlərin düşündüyünüz kimi ağırlı bir əməliyyat deyil. Əməliyyatda istifadə etdiyimiz bütün saplar sorulub gedən saplardır. Buna görə də dəriyə qoyduğumuz kosmetik tikiş sayəsində bizim pasientlərimiz əməliyyatın səhərsi günü tam normal həyat tərzlərinə davam edirlər. Bizimlə hər zaman sağlam və özgüvənli olun.